Salam dostlar, bir neçə gün bundan əvvəl belə bir kvadrat sualı paylaşmışdım. Amma izləyicilərin çoxsu səhv cavablandırmışlar. Yəqin ki, bunu saymaqla tapmağa çalışıblar, ona görə səhv cavablandırıblar. Amma bunu saymaqla tapmaq çətin olur. Asan yolu var. Bunu mən iki usulla bugün izah edəcəm. Deməli, buradan sətir boyu, bir də sütun boyu kvadratları sayırıq. 1, 2, 3, 4. Buraya yazırıq, 4 vurulsun. Yenə 1, 2, 3, 4. Deməli, 4-ün 4'ü oldu, plus. Yenə buradan sayırıq, 1, 2, 3. 3 vurulsun. 1, 2, 3. Yəni 3'ün 3'e oldu, plus. Sonra buradan 1, 2, buradan da 1, 2. Bu da 2'nin 2'yi oldu. Bu şəkildə, plus. Burada da 1 qaldı. Əslində bu da 1 vur 1 olmalıdır. O da 1 olduğu üçün elə 1 yazıram bura. Bunları toplayaq. Bu 16'dır. Bu 9'dur. Bu 4'tür. Bu da 1'dir. Toplayanda olur 30. Bu bir usul. İkinci usulla da yazacağım bunu. İkinci usul belədir. 1, 1. Bunların hamısına bu formada 1 yazırıq. Bu birləri sayırıq. 7 dənə 1 olur. 7'ni vururuq 1'e. Sonra buradan yazırıq. 2, 2, 2, 2, 2. Bunları da sayırıq. Olur 5 dənə 2. Plus 5 vur 2. Plus. Sonra bunları sayırıq. 3, 3, 3. 3 dənə 3 olduğu üçün 3 vur 3. Plus bir də 4 yazırıq. 4'ten bir dənə olduğu üçün 1 vur 4 yazırıq. Bunları da vurup toplayaq. Bu 7 olur. Bu 10 olur. Bu 9 olur, bu da 4 olur. Bunları da toplayanda olur 30.